Üçüncü testdə bizdə deyib ki, alqoritmik dildə x plus 3y bölünsün 5xy. Bizə belə bir misal verib. Bizə bunun riyaziyyatdakı həllinə baxaq görə. Riyaziyyatda bunun həlli necə idi? Baxaq. Deməli, bu cür olur da uşaqlar. X üstə gələk 3y bölünsün 5xy. Bu x-y-in yerində arada nə olurdu? Vurma işarəsi idi də. Yəni, normalda bax, bu da vurma işarəsi idi. Yazmırdılar. Bu da vurma işarəsi idi. Yazmırdılar. Bu da vurma işarəsi idi. Yazmırdılar. Onun üçün mən yazacağım ki, x üstə gələ 3 ulduz işarəsi. Ulduz işarəsi. Bu niyə yazmır? Y. Sonra drop işarəsi yazacağım. Bölünsün. Bölünsün. 5 ulduz işarəsi. Y. Bir dənə də ulduz işarəsi x. Yerlərini dəyişik yazdım. Amma bunları uşaqlar mən birlikdə mötərəziyə alacağım. Mötərəziyə alacağım. Ona görə mötərəziyə alacağım ki, mötərəziyə almasaydım, bu misal sanki belə idi də. X üstə gələk 3 vurulsun y, bölünsün 5 vurulsun xy. Bu cür də qarşımıza çıxa bilərdi. Yəni, bu cür alınırdı. Amma normalda alınan cavabı olacaq. Doğru cavabımız olacaq Y variantı. Aydındır. Aydındır yoldaşlar. Aydındır, aydındır. Tamam. Sonra 8-ə qədər sual olan 8-ci sualı keçən dərsdə izah eləmişdim. Yenə onu niyə qaytarıb gətirib mənə verirsiniz bilmirəm. 8-ci sualı dərsdə izah eləmişəm. Və dərsin kaydını atmışam. Bu o deməkdir ki, ya dərsdə olmamışıq, olmuşuqsa da heç kayda baxmamışıq. Olmamışıqsa da kayda baxmamışıq. Gələk, bu da 8-ci sualda. Deyir ki, bizə A və C dəyişənlərinin hansı qiymətində alqoritmin nəticəlilik xassəsi ödənir? Hansı xassəsində nəticəlilik xassəsi ödənir? İndi burada A-ya, C-yə variantlarla dəyər verərdim. Məsələn, birinci variantda mənfi 2, müsbət 2-dir. Gəlin A variantında. Mənfi 2 ilə müsbət 2-dir. Gəlin biz buna mənfi 2 ilə müsbət 2 verək. Versəydim ki, mən əgər versəydim ki, A bərabərdir mənfi 2, B bərabərdir, C bərabərdir müsbət 2-yə. İndi baxaq görək necə həll eləyəcəyik. A-nın da ilkin qiymətini verdik, C-nin də ilkin qiymətini verdik. Yenə də hər ehtimala burada baxım görüm. A variantının dəyərləri nə idi? Mənfi 2, müsbət 2. Okey. İndi başladıq. Deyir A bərabərdir, ox məni düşürt aşağıya. Deyir A-dan bir vahid çıx. Mənfi 2-dən bir vahid çıxanda eləyəcək mənfi 3. C bərabərdir deyir. C-ni bir vahid çıx. C 2 idi, 1 çıxanda eləyəcək 1. Ox məni düşürt aşağıya, deyir A, yəni mənfi 3 kiçikdirmi sıfırdan? Hə, hə dediyi üçün hə qapısı açıldı, qalxdım yuxarıya. Daha sonra növbəti dövr başlayır. Yenə də bax, A çıxılsın B. A bərabər A çıxılsın B. A mənfi 3 idi, mənfi 3 çıxanda 1 eləyəcək mənfi 4. C bərabər olacaq 0-a. Düşdüm yenə aşağıya. Deyir A bərabər, A kiçikdirmi sıfırdan? A mənfi 4 idi. Mənfi 4 kiçikdir sıfırdan, hə. İndi uşaqlar, gəlin məntiqlə düşünək. Bizim bu A ömrü boyu mənfi 1 addım artacaqsa, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8 bu cür gedəcək. Nə vaxtsa sıfırdan böyük dəyər alacaq ki? Xeyr. Xeyr. Deməli, burada neynədir? Xassisə ödənmədi. Biz nə vaxt növbəti dövrə keçməliydik? A-mız 0 və ya 0-dan fərqli olsaydı. Yəni, daha doğrusu 0 və ya müsbət olsaydı. Olardı 0-ın özü 0-0-dan kiçikdirmi? Yox, keçərdim. Məsələn, və yaxud da 5 0-dan kiçikdirmi? Yox, keçərdim növbəti dövrə. O zaman, indi pozanı götürək. Bunları sildim. Baxaq, növbəti variantımızda nə var idi? Növbəti variantımızda yazıb ki, məsələn,
Mənfi 3, yenə də bax mənfi verib. Mənfinin üstünə mən ömrü boyu, bax burada düşünək ki, bax mənfinin üzərinə mənfi gələndə mən yenə də gedib mənfi alacam. Yəni mənfi qalxacaq burada. Onun üçün də mən heç vaxt sıfırdan böyük almayacam. A-nın mənfi variantlarını silsəm, A-nın mənfi variantlarını gəlin silək. A-nın mənfi variantlarını siləndə yolda C variantı qaldı mı? Deməli, doğru cavabımız C olacaq. İndi yenə də hər ehtimala A-ya 3, C-yə 4 gedək verək. Burada A-ya 3 verirəm, C-yə də 4 verirəm. Düşdük aşağıya. Deyir, A-nı bir vahid azalt. A olacaq neçə? 2. C olacaq. 4-dən 1 çıxanda qaldı 3. Düşdüm yenə məni ox düşürtdü aşağı. Deyir, A 2 kiçikdirmi sıfırdan? 2 sıfırdan kiçikdir? Yox. Yox dediyi üçün mənə dövrə girmədim. Qayıtdım bax bura. Deyir, o zaman C-ni bir vahid azalt. C-miz neçə idi? 3 idi. 3-ü bir vahid azaltsam qaldı 2. Ox məni düşürtdü aşağıya. Deyir 2 kiçikdirmi sıfırdan? Yox. Yox dediyi üçün yox qoluna getdim. O zaman deyir A və C-ni çap elə. C-miz ən son 2 almışdı. A-mız da ən son 2-yi almışdı. Aydındır, zaten məndən hansı dəyərlərdə ödədiyini soruşurdu. A və 3 və 4 dəyərlərində. Aydındır. Bəli. Tamam, baxım görüm 12 var. 8 və 12-ci sualı keçən dərsdə izah eləmişəm. Dərsə baxın. Müəllimə, eyni yollarla həll olunursa, yəni ehtiyac Hə, bu da yoxdur eyni o yoldur. ikinci. Burada da 13-cü sualda da dəyəri verəcəksən yerinə. Məsələn, Aha. gəl baxaq. Yəni vaxtımıza çox da Müəllimə, AS-yə rəqəm verməyəndə özümüz qoyuruq da. Asiyə rəqəm verməyəndə sənə rəqəm verməmək üçün bir hal yoxdur. Yox, burada verməyib axı AS-yə, məsələn, Niyə o birislərdə variantlar verir. verib də sənə deyir ki, Yox, hansı vasitəsində? yoxlamağı deyirəm ki, yəni nə vaxt yoxlamalıyam da. Məsələn, o birislərdə 5-də falan verir ki, -3, -5, amma Təbii burada ki, AS. yoxdursa sən variantlardan rəqəmləri qoymalısan yerinə. Məsələn, deyirəm A variantını götürək və yaxud da B variantını götürək. Birincisi yadımızda saxlayaq ki, misalda riyaziyyatı daha yaxşı olanlarda və yaxud da heç özümüzü öldürməyik. Variantlarla qoyanda biləcəyik. Ən azından mənfili variant görürəm ki, 3 dənə mənfili variant var. Gəlin, mənfi ilə olan variantın birini qoyaq. Məsələn, B variantında. A-ya verib -3, C-yə verib -2. Düşdüm aşağı, A-nı bir vahid azaltdım. -4 elədi. Baxın, nəzərə alaq ki, A-nı mən hər dəfə düşüb bir vahid artıranda mənfiyə qalxacaq da, yəni kiçiləcək rəqəmim. Nə vaxtsa A sıfırdan böyük olacaq burada. Hə, uşaqlar? A -3 olacaq, -4, -5, yox, -6. yox, Heç vaxt olmayacaq. olmayacaq. Deməli, A heç vaxt mənfi ola bilməz. O variantları sildim. Yerdə qaldı sənin A-nan Y variantın. Gəlin, A-ya verək, buranı da saxlayıram. A-ya verək 2, C-yə də verək 2. Yoxlayaq. A 2-dir. 2-dən bir vahid çıxdım, qaldı 1. C-dən də bir vahid çıxdım, qaldı 1. Düşdüm aşağıya, deyir A 1 böyükdürmü sıfırdan? Hə, hə dediyi üçün düşdüm aşağıya. O zaman mənə deyir ki, C 1 böyükdürmü sıfırdan? 1 sıfırdan böyükdür? Hə. 1 sıfırdan böyükdür? Hə. Hə dediyi üçün mən hə qoluna keçdim. Qayıtdım təkrar bax bura. Ümid edirəm ki, hələ ki, bura qədər aydındır. Daha sonra hə qoluna keçdiyimiz üçün bir daha dövrə girirəm. Növbəti dövrə. O zaman deyir ki, A bərabərdir. A-nı bir vahid artır. A-nı bir vahid artırsam mən. A 1 idi. Bir vahid azaltsam A olacaq 0. C də olacaq 0. Düşdüm aşağıya. Deyir A 0 böyükdürmü sıfırdan? Yox. Yox dediyi üçün uşaqlar yox qoluna keçəcəm. Və mən A-nı bir vahiddə azaldanda A artıq gedəcək mənfiyə. A mənfiyə getsə də heç vaxt mənfi ədədim sıfırdan böyük olmayacaq. Deməli, bu variant da ödəmədi. Yerdə qalır yeganə variantım Y variantı. Aydındır. Sonra baxağın 17-ni 3 nəfər hətta sual verib, 17-ci sualı.
Baxaq görək 17-ci sual. Bu niyə belə balaca görsənir? Hı -hı. 17-ci suala baxaq. Deyir Z bərabərdir A üstə gələk B bölünsün C məsələsinin həlli algoritmdə hansı strukturu qurmaq olar və deyir ABC tam ədədlərdir. İlk öncə düşünürəm ki, tam ədədlər hansılardır? Tam ədədlər 0, 1, yəni 1 deyərkən, yəni müsbətlər və mənfilər mənasında deyirəm. Bax 0, müsbət ədədlər və mənfi ədədlər olacaq bizdə tam ədədlər. Mənim misalımda bax bu cürdür. Z bərabərdir, kəsir xətti çəkib, A üstə gələk B bölünsün C. Məntiqlə düşünən uşaqlar, bizim bu məsələmizin nə zaman həlli yoxdur? Nə zaman həlli yox olmazdı? Məsəl Sıfıra sıfır olanda. C sıfır olanda. Çünki sıfıra bölmə əməliyyatımız yoxdur, düzdür? Gəlin bax, bu tipli misallar qarşınıza çıxanda məxrəcdəki ədədə bir dəfə 0 verin. Bir dəfə müsbət 1 verin. Bir dəfə mənfi 1 verin. Bu C-nin yerinə mənfi 1 qoysam, mənfi də olsa ədəd alınacaq, düzdür? Deməli, həlli var. C-nin yerinə müsbət 1 qoysam, yenə də həlli var. C-nin yerinə 0 qoysam, sıfıra bölmə əməliyyatı yoxdur, düzdürmü? Deməli, mən şərt qoymalıyam ki, əgər C sıfırdan fərqlidirsə, məsələnin həlli var, əks halda məsələnin həlli yoxdur. Bax, şərt qoydum. Əgər C sıfırdan fərqlidirsə, həlli var, əks halda yoxdur. Hansı algoritma görsənir? Budaqlanan mən. Budaqlananda şərt var Deməli, çünki. budaqlanan 2 dənə qol ayırdım. C, bax, şərt bloku qururam. C sıfırdan fərqlidirmi? Bu hə qolu, bu da olsun yox qolu. Yox qolunda həlli yoxdur, hə qolunda isə həlli var. Bu qədər bəsit. Ümid edirəm ki, başa O düşün. bayaqki kimidir, 8-12 kimidir. Orada da şərt var idi. A Bəli, böyük. təbii ki. İndi gəldik. 17, 23, 25 var. 23. 23 də yenə də eyni şey deyil, amma burada fərq var. Deyir ABC natural ədəddir. Düşünməliyəm ki, natural ədədlər hansılardır? Sayarkən istifadə elədiklərimiz düzdür? Burada şərt yoxdur deyən xəttini Ay götürəcəyik. yaşa. Yəni müsbət ədədlərdir. Sayarkən istifadə elədiyim ədədlərdirsə natural ədədlər 1, 2. Bu C-nin yerinə 5 də qoysan, 100 də qoysan, 10.000 də qoysan, hər zaman şərt ödəyir. Deməli, nə olacaq cavabımız? Xətt algoritmi. Keçdik 27-ci suala. Baxın, bu sualları verənlər, kimdir bu sualı verən? Qoy bir baxım görüm. Bu baxmışdıq Demişdiniz də müəllimə bunun şərtini Bəli, əzbərlətmişdik bizə. Səbuhi, imkan olanda dərsə bax. Həm dərsə qoşulmursan, həm də Müəllim, keçər. o səhv gedib, ya, 27 aydındır, o izah eləməsiz də Burada olar. qayda O demişəm. səhvdir. Yuxarıdakından Bəli, aşağıdakından yuxarıdakından aşağıdan çıxırıq, üstünə bir gəlirik. Bəli. Sonra baxım Aha. görüm bu mesaj Bu bölməsində. necə gedir? Mətanət. 37 yazmalı. Aha. 5-ci sual verirsiniz. Veriblər. Qoy baxım görüm 5 nədir. Salam müəllim, 5-ci suala ehtiyac yoxdur, başa düşdüm. Başa düşdün? Bəli. Tamam, yaxşı. 5-ci sualda yerlərinə qoyacaqdım. Bunu da dərsdə izah eləmişdim. Səhv eləmirəmsə 1-0 alınırdı cavab. Dəqiq bilmirəm. Amma Bəli, həll bəli. belə alınmalıydı. Çünki sizin dərsinizdə izah eləmişəm bunu. Bazar günü. 41, 42, 31 var. Bir saniyə gedək 31-ə birinci. O da elə 5-ci kimidir. Bəli, tamamilə doğru deyir. 41, Eynidirsə 31-i müəllim izah elə. yerin A'ya 3 verib, C'yə də 3 verib. Sən yəni bunu oturub yəqin 2-3 dəfə dövrə girmisən, demirsən əşi bunu kimdə həll eləyən? Aparacam çiçək yazacaq. Baxaq. A'ya verib 3, C'yə də verib 3. Ox məni düşürtdü aşağı. Deyir A. A-nı bərabərlə A-dan bir vahid çıx. 3-dən 1 çıxdım, qaldı 2. A artıq 2-dir. C bərabərdir. C-ni bir vahid azaldanda 3-dən 1 çıxanda qaldı 2. C də artıq 2-dir. Sonra ox məni düşürtdü aşağıya. Deyir A, yəni 2. Bax, ən son qiymətini götürdüm. Böyükdürmü 0-dan? Hə, hə dediyi üçün qayıtdım təkrar geriyə. Bu mənim birinci dövrüm.
İndi isə ikinci dövrün başlayır. Yenə deyir A-nı bir vahid azalt. A2 idi, 2-dən 1 çıxdım qaldı 1. C-ni bir vahid azaldanda C də oldu 1. Gəldim düşdüm aşağı deyir A böyükdürmü sıfırdan? Yəni 1 böyükdürmü sıfırdan? Hə. Hə dediyi üçün mən bu qola yenə daxil oldum, geri qayıtdım. Nəhayət üçüncü dövrün başladı. A olacaq 0, C də olacaq 0. Gəldim düşdüm aşağıya deyir A böyükdürmü sıfırdan? A nədir? 0. 0 böyükdürmü sıfırdan? Yox. Yox dediyi üçün düşdüm aşağıya. O zaman deyir ki C böyükdürmü sıfırdan? C nə idi? 0. 0 böyükdürmü sıfırdan? Yox. Yox dediyim üçün düşdü aşağıya. Məndən də ən son A və C-nin aldığı dəyər soruşdu. A da 0 aldı, C də 0 aldı. Aydındır. Sonra gəldik 41-ə. Kvadrat tənliyin həlli alqoritminin əsas şərtlərindəndir. Bu biraz Kvadrat vəziyyətlə tənliyi- bağlıdır. Bəli. Kvadrat tənliyin nə vaxt həlli yoxdur? Bu gün indi sizə əlavə testlər verəcəm, orada da görəsiniz. Kvadrat Bəli, tənliyin kiçik olanda. biz sıfırdan nə olurdu? Kiçik olanda həll olmurdu, böyük bərabər olanda həll Ay olurdu. yaşa. Müqayisəsi Deməli biz bunu yoxdurlar. sıfırla müqayisəsini aparırdıq da, düzdürmü? Əgər sıfırdan nədir, kiçik deyilsə, həlli var, əks halda həlli yoxdur. Sonra 41-dən başqa 42 də demişdiniz. 42. Kvadrat tənliyin həll alqoritmində neçə dənə şərt var? İndi neçə dənə şərt qoyduq? Bircə dəfə şərt qoyduq. Yəni diskriminant böyük bərabərdir, sıfırdırsa həlli var, əks halda həlli yoxdur. Onu bu cür yazırdıq da ki, şərt bloku qoyurduq. Bu niyə belədir? Şərt bloku qoyuram. Yazıram ki, diskriminant böyük bərabərdirmi sıfırdan? Hə, hədirsə həlli var. Bir dənə də yox qoyuram. Yoxdursa həlli yoxdur. Neçə dənə şərt blokundan istifadə elədim uşaqlar? Bircə dənə. İndi deyirsiniz ki, niyə bircə dənə? Gəlin məntiqlə düşünək. Kvadrat tənliyim sıfırdan böyükdə olanda bu qola gedir. Bərabər də olanda bu qola gedir. Bircə dənə kiçik olanda bu qola gəlir. Onun üçün də mənə bircə dənə şərt bloku lazım idi. Ümid edirəm ki, aydındır. Daha cavab yazmayın sual sayı. Çünki vaxt bitir, o birisinə keçəcəm. 37, 44, 45. 37, 44, 45. Elə sualları qaytarıb vermişsiniz ki, hamısını dərsdə izah eləmişəm ha. Yazıb ki, 44-də x-in ala biləcəyi qiymətlər -2, 2 aralığındadır. 0,1 addımla. Yəni deyir, -2-dən müsbət 2-yə qədər 0,1 addımla nə qədər? Bax, lap 0,1 olmasın, bir addımla. -2, -1, 0, 1, 2, ən azından 5 dəfə sən dövrə girdin. Ən azından 5 dəfə dövrə girdinsə, nə olacaq? Hansı algoritmə aid olar? Dövrü. Dövrü. Və Dövrü. bununla da bərabər mən bunu dərsdə də izah eləmişəm ki, addım sözünü harda gördünüz? Atın. Nəyin üstünə? Dövrün üzərinə. Addımdır, təkrarlamadır. Bax, bu sözü harda gördünüz? Atın dövrünün üstünə. Burada da misalımızda baxsaq, yazır ki, 0,1 addım ilə 0,1 addım ilə dəyişərsə. Deməli, nə olacaq? Dövr algoritm. 45-ci sualı da yenə də bax, bunu da izah eləmişəm. Həqiqətən narahat oluram ki, uşaqlar yəni o qədərmi videoya baxmayıblar. Bəs mən o videoları niyə rekord eləyirəm? Elə rekord eləməyim də. Mən o əziyyəti yenə də növbəti dərsdə çəkəcəmsə, niyə rekord eləyirəm ki mən? X bərabərdir. Yazıb -y çıxılsın 5. Sonra yazıb y bərabərdir. 8 çıxılsın x. Daha sonra yazıb x bərabərdir. Y çıxılsın x. Bu tipli misalları aşağıdan yuxarıya yazıb və deyir ki, algoritmin yerinə yetirməsi nəticəsində x 24 dəyərini alıb. X 24. Nəticə deyərkən, yəni ən sondakı misalı, bax bunu nəzərdə tutur. Və bu tipli misalları aşağıdan yuxarıya. Birinci, yəni bunu həll eləyəcək.
Bunun yerində yazıb ki, nəticə 24 alınıbsa, x-im 24-dürsə, bax x-im bu x-dır da. Yazıram ki, x nə idi? Yazıram ki, 24 bərabərdir y çıxılsın x. Uşaqlar, bərabərliyin sağı ilə solunu dəyişsəm, nəsə dəyişər? Xeyr, heç nə dəyişmir. Heç nə dəyişmədi. Olduğu kimi qaldı. Bax, bu 24-ü mənə şərtdə deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində x-im 24 alıb deyir. Və deyir ki, ilkin olaraq y dəyişən tapaq. Hələ gələk biz bu misalı həll edək, qalsın bunun ilkin tapılmağı. Bax, birinci bu misalı dedi, yazdım. İndi nəhayət aşağıdan yuxarı həll edədiyimə görə ikinci gəldim bura. Baxaq burada, y-ə 8 çıxılsın x verib. Yəni, y-in yerinə 8 çıxılsın x-i yaza bilərəm də mən, düzdür? Bax, bu y-in yerinə yazıram 8 çıxılsın x. Yerdə də minus x qalmışdı da, minus x da öz yerində. Bərabərdir 24. Bura kimi sualı olan varmı? O zaman mənfi 2x-im 8 də digər tərəfə keçəndə 24-dən 8 çıxanda qalacaq neçə? 16. X-im də bərabər oldu mənfi 8-ə. X-a da mənfi 8 aldım. İndi nəhayət gəldim 3-cüyə, gəldim bura. Əgər X-a mənfi 8 almışamsa, neçədən 5 çıxsam mənfi 8 eləyər. Bunun qarşısındakı mənfini də nəzərə alın. Mən bu y-in yerinə 3 yazsam uşaqlar, qarşısındakı mənfi ilə də mənfi 3 eləyir, mənfi 3-dən də mənfi 5 çıxanda mənfi 8 eləyirmi? Deməli, doğru cavabımız olacaq B variantı. Aydındır? Bəli. Tamam. Aydındır. Orada müəllimə cavablarda mənfi 3 olmur da, belə sözü. Mənfi sadəcə- misal özü qabağında verib. Hı hı. Yerinə nə qoyduq? Biz yerinə sadəcə 3 qoyduq. Mənfi var 3 idi. qoydu. Mənfi var idi deyə Hmm. qoymadıq. Amma əgər ki olmasaydı mənfi, təbii ki biz mənfi 3-ü seçməliydik. Aydındır. 54 də ondan eynidir. 54 Qoy də baxım. 45-dir. 51-dir. Bunlar hamısı eyni. Qoy baxım, mesaj bölməmizdə bəli var, 52 var. Aha. Qoy baxım görüm 54-ə. 54, bəli, 54 də eynisidir. 51 də. Orada 54. şərt fərqlidir, sualı fərqlidir onun. Hə. 54-də eyni şeydir ki. Eynidir, 54 ilə eynidir. Eyni şeydir, sadəcə dəyişən fərqlilikləri var, deyə də bilmədim. Hə, O birisində y vermişdi, x istəyirdi. Burada isə x verib, yenə də x istəyir. Nə var ki burada? Yenə də eyni qayda ilə gedəcəyik. Heç nə dəyişməyəcək uşaqlar, heç də narahat olmayın. Yenə də yuxarıdan aşağıya doğru yazıram. Yazıram ki, y bərabərdir, x üstə gələk 5. Sonra yazıb x bərabərdir, y çıxılsın 5. Daha sonra yazıb ki, x bərabərdir, x plus y. Alqoritmin deyir, yerinə yetirməsi nəticəsində x-im 15 qiymət alıb. Yerinə yetirilmə nəticəm, yəni ən sondur. Yenə də aşağıdan yuxarıya yazıram. Yazıram ki, x plus y bərabərdir 15. Da birbaşa bərabərliyin yerini dəyişdim də, sağın solun. Daha sonra keçirəm bu ikinciyə. X-a görün nə verib? Y çıxılsın 5. Bax, bu x-a yazıram ki, y çıxılsın 5. Üstə gələ y də yerində qalmışdı. Bərabərdir 15. Buradan da 2y-in bərabər olacaq 20-yə, y-im də bərabər olur 10-a. Mən y-imə 3-cü mərhələyə qayıtdım. Y-imə 10 almışamsa, neçənin üstünə 5 gəlsəm 10 alaram? 5-in üstünə, düzdürmü? Məndən də zaten x-i soruşurdu. X-i soruşduğu üçün tapıram 5-i. Fikir verin, çox bilmişlər burada y-i də verin. Görə bildik. Aydındır. Bəli. Aydındır. Aha. İndi baxım 52-yə də baxıram. Bircə saniyə. 52-yə də baxacağım.
100 ədəd arızasında ən kiçiyinin tapılması. Sanki bax belə deyək də bir qutudur. İçərisinə 100 dənə ədəd atıblar. 100-ə qədər ədəd demirəm. Hətta 100-ə qədər də desəydi eyni şeydir. 100 dənə ədəd atıblar. O şeydir də, random kimi bir şeydir. Əlvi salırsan, içərisindən çıxardırsan, çıxır 5. Bəlkə bundan da kiçik rəqəm var. Əlvi yenə atırsan içərisinə. Çıxır məsələn 120. Aha, 5 120-dən ən kiçikdir. Deməli 120-ni götürmürsən. Bir də əlvi atırsan. 100 ədəd içərisində ən kiçiyin tapılması dayanmadan biz bunu dövr hərəkət eləyirik uşaqlar. Hə? Bəli. Bəli, bəli. Deməli hansı alqoritm olacaq? Dövr alqoritmi. Dövr. O da hə, A variantı. Aydındır. Bəli. Hı. Daha sonra baxım görün bura nə vermisiniz, nə yazmısınız? 62 75. Tamam, gedək görək bu 62 nədir? Altmış iki. 62 də çox rahat testdir. Sadəcə niyə yazmamısınız bilmirəm ki. Deməli x-imizə verib 0. Y-imizə də verib 1. Düzdür? Düşdüm aşağıya. Deyir x kiçikdirmi 4-dən? 0 kiçikdirmi 4-dən? Bax, burada birinci dövrümdür də mənim. 0 kiçikdir 4-dən, hə. Hə Bəli. dediyi üçün keçdim hə qolunu. O zaman deyək ki, x-im bərabərdir. X-in üstünə 2 gəl. X-im 0 idi. 0-ın üstünə 2 gələndə eləyəcək 2. Artıq x-im mənim 2-dir. Sonra y deyir bərabər, y 3 vahid artır. Y-im 1 idi, üstünə 3 gəldim, elədi 4. Artıq y-im də 4. Sonra bax bu hesab blokundan yeganə çıxış yerim budur deyə, bax bununla gəldim. Gələndə artıq ikinci dövrüm başlayır. Yenə soruşur ki, x kiçikdir 4-dən. X-im 2-dir. 2 kiçikdir 4-dən. Hə, hə dediyi üçün yenə hə qoluna keçdim. O zaman deyir x 2 vahid artır. X-im 2 idi, üstünə də 2 gəldim, elədi 4. Y-im isə 3 vahid artıranda 4 idi, ən son 4 almışdı axı. 4 idi, üstünə 3 gəldim, elədi 7. Daha sonra uşaqlar bir daha da növbəti dövrə qayıtdım mən. Yəni 3-cü dövrə qayıtdım. 3-cü dövrdə yenə soruşur ki, x, yəni 4 kiçikdirmi 4-dən? 4 4-dən kiçikdir? Yox. Yox dediyi üçün keçdim bax bu yox qoluna. O zaman deyir ki, x bərabərdir. Y vurulsun x. Y-im neçədir? 7, ən son 7 almışıq. X-imıza da ən son 4 almışıq. 4 dənə 7-nin də bizə verəcək 28. Deməli, doğru cavabımız olmalıdır. Y variantı. Ümid eləyirəm ki, aydındır. 62, 75. 62-yə baxdıq. İndi 75-ə baxım. Görün bu 75 nədir? E, 75. Ədəd yerinə qoya bilmirsən, Səbuhi? A 4-dür, B 3-dür. C-də 2. Sonra deyir ki, A bərabər. Onun prosta başa düşmədim özünü. Niyə başa Ədəd yerinə düşmürsən? qoymaq Rəqəmləri problemdir. yerinə qoymağa ərinmisən sən. Özüyə can vəziyyət vermək istəməmsən qısası. Gəldim. Ha, prosta Deyir, A tənliydi bu. bərabər. Bunları cəmlə. 4-ün üstünə 3. Ha, aydın. Bu 4-dür, bu 3-dür, bu da 2-dir. Elədi cavabım 9. Deməli, A artıq 9 oldu. Sonra deyir ki, B bərabər A üstə gələcək. A artıq 9-dur. C-miz neçədir? 2-dir. Elədi 11. B də artıq 11 oldu. Aydındır. Sonra burada bərabər qoyub ən aşağıki misalda. Deyir A üstə gələk, B üstə gələcək. A nə idi? 9. B nə idi? 11. C nə idi? 2. Bu da eləyəcəkmi mənə 22-ni? Bu qədər bəsit. Biraz əziyyət çəkin. Müəllimə 74-də xanımda qrupa atmışdı. Yəni o böyükdür, kiçikdir, fərqli, yəni düz başa Baxacam düşmüşük. indi, baxıram. Sıra ilə gəlirəm. 71 yazıblar. Baxıram, bircə saniyə. 71-i istəmisiniz. Gedim görüm o 71 nədir elə. Orada şərtdə onsuz yazılıb da.
O işarəni verib fərqlidir, bərabər deyil. Tələbə həftəsinin dərs cədvəli alqoritmin hansı struktura aiddir? Tələbə Dövrdür də, bitir həftəsinin təzədən başlayır, bitir həftəlik təzədən dərs başlayır. cədvəli. Hər gün məsələn deyirəm, 1 saat riyaziyyata girirəm. 6 bazar evdə oluram, yenə də hər gün 5 gün dalbadar riyaziyyata gəlirəm. Nəyə aid olar uşaqlar? Dövrəyə aid olar. Dövrdür, təkrar eləyir. Bəli, Var bəli. getdi. Hər həftə təkrar Sonra eləyir. mesaj bölməsində baxıram 71-dən sonra gələn mesajımız 84 var. 84-ə gedək görək. Yəni 78 var idi. 78 var. 78-i səhvən yazdım müəllim, onu baxmayın. Yəni onu yazmışam, səhvən getdi. Tamam, yaxşı. 84 var o zaman. 84. Bunu da məsələdə demişdim. Bunu da demişdim ki, bala, o yekəxana adamlara döndü laf mənim danışığım. Nəyi dediniz dedim demişəm. Mən bəlkə də çox qorxur, ona görə demirik, çox səhv. Yox, sadəcə izah eləmədiklərimi desəz, deyərəm ki, hə, bunu izah eləməmişəm. Burada şərt deyəndə dedim ki, bu tipli misallarda mənə deyir ki, məntiqi blokdan, yəni o romba oxşayan blok var, bu paxlava. Deyir, bundan neçə dəfə istifadə olunur. Dedim, Mən bu bunu tipli misallarda sağ vergüldən tərəfə sağ götürürəm. tərəfə baxın. Vergüldən sağ tərəfə baxın. Uşaqlar, burada müqayisə işarələri var. Böyükdür, kiçikdir, bərabərdir. Bunların hamısı tək-tək işlənibmi? Hə? Bəli, bəli. Və tək-tək Bəli. işlənib və demişdim ki, burada verilən rəqəmlərin hamısı eynidirsə, deməli 2 dəfədir. Hər biri tək-tək işlənib. Hətta verilmiş rəqəmlər 2 dənə eynidirsə 2 dəfədir. Və yaxud da belə yazardı. X böyükdür 7, X bərabərdir 7. Deyərdi bunda da 2 dəfədir. Və yaxud da yazardı X kiçikdir 7, X bərabərdir 7. Bunda da 2 dəfədir. Bunu bu cür düşünün. Bax, romb qoyuram. X deyirəm böyükdürmü 7-dən? Tutaq ki, hədir. Hədirsə deyirəm 5x-ə həll elə. Məsələn, elə belə atdım. Bu da yoxdur. Beynimdə tutduğum x 7-dən böyük deyilsə, necə ola bilər uşaqlar? Məntiqlə düşünək. X 7-dən böyük deyilsə, nə cür ədəd ola bilər? Hə? Mənfi ya da 0 olacaq da. Niyə? Bax, beşin 7-dən yanında kiçik rəqəmlər yoxdur? Var, yanında 5 Bəli, olduğu Ay üçün. sağ ol. Bax, məntiqlə düşünək. Deyir ki, 7-dən böyük deyil. 7-dən böyük deyilsə, ya 7-nin özünə bərabərdir, ya da 7-dən kiçik hər hansı bir ədəddir. Düzdür? Hə. Deməli, ya 7-yə bərabər, ya 7-dən kiçik. Bir dənə də şərt bloku qoyuram. Yazıram ki, x kiçikdirmi 7-dən? Hədirsə, nə bilim, hər hansı bir misalı həll eləyəcək. Yox qoludursa, deməli, x nədir uşaqlar? Hə? Baxın da, məntiq bir bura baxın. X 7-dən Yoxsa böyük deyil. böyükdür də, yoxsa X böyükdür. 7-dən kiçik də deyil. Deməli, x nədir? 7-dən böyük. Deyir 7-dən böyük. Ay bala, x 7-dən Yeddi. böyük deyil. 7 özüdür. 7 özüdür də. X 7-dən Bərabəri böyük şərti deyil. qoymadsa, Mən qoymuram, onu sən düşünürsən. Bax, x 7-dən böyük deyil. X 7-dən kiçik də deyil. Deməli, x nədir? hə, bərabərdir. 7-nin özüymüş də. Onun üstündə neçə dənə şərt bloku qoydum? Bir dənə buradadır, ikincisi də buradadır. 2 dənə şərt bloku qoyduqmu? Bəli. Aydındır. Evet. Yəni siz belədir ki, yəni burada 3 dənə 7 var, maksimum 2 dənə şərti var. Yəni çünki o bir dənəsi mütləq şəkildə cavabdır. Ona görə 2 dənə olur. Yox, belə deməyək. Belə düşünürük ki, bir ədəd bir ədəddən böyük deyilsə, ya kiçikdir, ya da bərabərdir. Onu demək istəyirəm də, yəni ki, ya Hə. böyükdür, ya balacadır, ya da ki, bərabərdir. 3 dənə Əgər eyni cavabdır. şey deyiriksə, bəli, düzdür. Hə. Tamam. Bunu ədəd oxunda da düzəldə bilərdiniz. Ədəd oxunda da yığa bilərdiniz. Məsələn, yazardınız ki, bir də ədəd oxu çəkərdiniz. Bura bir 0 qoyardınız. Bura 1, 2, 3, 4, nəysə belə bir şey gedərdi. 5, 6, 7, bu cür. Burada mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7. Bu cür gedərdi. İndi uşaqlar, mənə deyir ki, x-ın dedi ki, x kiçikdir 7, x
böyükdür 7. Deyəcək burada neçə dəfə şərt ödənir? X-in 7-dən kiçik qiymətləri, X-in 7-dən kiçik qiymətləri bulardı da, hə? Elə deyil. 7-nin özündən kiçik qiymətlər. Bəli, Bəli. Aha. X-in 7-dən böyük qiymətləri də bu tərəf olurmu? 7-dən müsbət Müsbət sonsuzluğa. sonsuzluğa. Neçə dəfə şərt qoydum? Bir dəfə belə şərt, bir dəfə də belə şərt qoydum. Yaxşı, deyərdiniz ki, müəllim, axı bayaqki misalda həm də x bərabərdir 7 var idi. Düzdür? X-in 7-yə bərabər olduğu halda yalnız özüdürmü? Hə? Bəli. Əgər şərt üst-üstə düşürsə, onu bircə dənə sayacağıq. Onu bircə dənə. Orada məsələn 65-ci sual var idi. İstəyərdim onu izah eləyəm. Qoyun bir dənə 65-ə qayıdım. 65 idi, səhv eləmirəmsə. Hə, 65. Bax, bunu yazmağın uşaqlar çətinlik çəkir bunlarda. Gəlin onun rahat yolunu deyək, ədəd oxu ilə yazın. Məsələn, yenə də 65-də izah eləmişdirsən onu. İzah eləmişəm, düzdür, hə. Bax, onu gəldim, yazdım burada. Bura 0 qoyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8 gedir. Burada da -1, -2, -3, -4, -5, -6, -7 bu da gedir. İndi mənə deyir ki, birinci şərtdə. X 5-dən böyükdürsə, X-in 5-dən böyük qiymətləri. Sonra deyir ki, x 1-dən böyük bərabər, 4-dən kiçik bərabər. 1-dən böyük, 4-dən kiçik bərabərlər də bura qədər oldu mu? Sonra deyir ki, -5-dən böyük, -2-dən kiçik. -5-dən böyüklə -2-dən kiçik bərabərlər də bu hissəni ödədi. Sonra x deyir, -6-dan kiçik. -6-dan üzürü sayın. -6-dan kiçikdirsə, mənfi sonsuzluğa qədər gedir. Hansısa bir işarə üst-üstə düşüb uşaqlar burada. Hə? Xeyr düşməyib. Deməli, neçə şərt bloku var? 4 dənə. Sadəcə. Əgər yox, məsələn, burada hər hansı bir, nə bilim, məsələn deyirəm, bu üst-üstə düşsəydi, bax, bunun özünü bir dənə götürəcəydiniz. İkinci bu, üçüncü bu, dördüncü də bu. Aydındır? Bəli. Aha. Sonra deyin gəlsin görüm 80 neçə idi bu? 84-ə baxdıq, 83-ü də istəyiblər, 86-nı da. 83 də elə buna aid idi. Əslində dərsdə izah eləmişdiniz. Mən orada baxaq. nişanlamadım. Sonra özüm eləmək istədim, onu ala bilmədim. 83. Bayaq nə dedi? X böyükdür 7, X kiçikdir 7 dedik. Düzdür? Bu 7-nin əvəzinə D üstə gələcək, D üstə gələcək yazıb da. Fərqi nədir ki? Amma bunu da dərsdə izah eləmişdim ki, əgər müqayisə işarələri tək-tək verilibsə 2 dənədir. Bir yerdə verilibsə bircə dənədir. Bir yerdə verilibsə. Məsələn, bax, müqayisə işarəsi qoyuram. Yazıram ki, X böyükdür. D plus C yazmıram da, day qısa D yazıram. Hə, kiçik bərabəri ilə qoysaydıq. Böyükdə olanda bu qola gedəcəksən. Bərabər də olanda bu qola gedəcəksən. Yerdə nə qalır bir dənə? Kiçikdir qolu qalmır. Şərt blokundan neçə dəfə istifadə elədim? Bircə dəfə. Aydındır. Bəli. Sonra 86-ya baxaq, görək 86 nədir? Hı -hı. 86-nı izah eləməmişdim dərsdə. Məncə yox. Yaxşı. 86 11 gedişli bir misaldır. Onu Amma oxşarını Müəllimə, çox mən bu rahat. 86-ın içinə girdim, fırlandım. Bir nəticəyə gələ bilmədim. Oradan Yazar sonra gəlin. Dedim yəqin səhv gedirəm. Çünki Yox, uzun gəlin çəkdim. onda ailəvi hamımız 21 nəfər bir yerdə fırlanağın bunun içində. Mən X-də də veriblər 3, valla. A-ya da verib 2. Gəlin hamımız bir yerdə fırlanaq görək, amma nəticə düzdür. Sonra deyir ki, X, yəni 3 böyükdürmü 3A-dan? 3A da nədir? 2. 3-ü 2-yə vurdum, elə də 6. 3 6-dan böyükdür? Yox. Yox dediyi üçün mən düşdüm yox qoluna. O zaman deyir X bərabərdir. 2 qız çıxılsın 2.
2x, x'im nədir? 3. 2-ni 3-ə vuranda 6. 6-dan da 2 çıxsam 4 qaldı. Artıq x'im nədir? 4. Sonra buradan təkrar geriyə qayıtdım dövrə. Bu mənim birinci dövrüm idi. İndi isə ikinci dövrüm qayıtdım. Deyir x, yəni 4 böyükdürmü 3a-dan? 3-ü yenə 2-yə a-ya vursam, eləyəcək 6. 4 böyükdür 6-dan? Yox. Yox dediyim üçün təkrar gəldim bura. O zaman deyir ki, x-i vur 2-yə, çıx 2. X-im 4 idi. 4-ü 2-yə vururam 8. 8-dən də 2 çıxsam uşaqlar 6 qalarmı? Bəli. Artıq x-im 6-dır. Bir O daha da derece- qayıtdım dövrə. Üçüncü dövrüm başladı. Deyir x, yəni 6 böyükdürmü 6-dan, yəni 3a-dan? Yox. Yox dediyim üçün o zaman deyir ki, 2-ni vur x-a, x-im 6-dır. 2-ni 6-ya vuraram 12. 2 də çıxsam qalacaq neçə? 10. Növbəti dəfə bir daha da qayıdıram dövrə. Dördüncü dövrüm artıq başlayır. Dördüncü dövrümdə deyir x böyükdür 3a-dan. X-im 10-dur. A 2-dir. 3-ə də vuranda elədi 6. 16-dan böyükdür. Hə. Hə dediyim üçün keçdim bax hə qoluna. Gəldim bura. O zaman deyir ki, A bərabərdir 4A. A neçə idi? 2. 4-ə də vuran, 4-ü də deyə də bilmədim. 4-ü də A-ya vursam, yəni 2-yə vursam 8. 8-in üstünə 2 gəlsəm, elədi 10. A da artıq oldu 10, X da oldu 10. Ox məni düşürtdü aşağıya. Deyir ki, X, yəni 10 böyükdürmü 10-dan? 10 ondan böyükdür? Yox. Yox dediyim üçün təkrar bax, bu yolla qayıtdım geriyə. Bura kim aydındır? Bəli. Aha. Bura kimi aydınsa əla. Təkrar ox məni düşürtdü bura. Yenə də bax birinci dövrüm başladı. Deyir x böyükdür 3a-dan. X-im 10-dur. A da 10-dur. 3-ü 10-a vuranda eləyir 30. 10 30-dan böyükdür? Yox. Yox dediyim üçün düşdüm yoxa. O zaman deyir x bərabərdir 2x çıxılsın 2. X-im 10-dur. 2-yə vuranda 20. 2 də çıxsam qalır 18. Təkrar buradan bir daha qayıdıram. Dövr içində dövrdür da bu. İkinci dövrə. Deyir x, yəni x-im nə idi? 18. 18 böyükdürmü 30-dan? Yox. Yox dediyim üçün deyir x bərabərdir 2x çıxılsın 2. 18-i 2-yə vuracam 36. 36-dan da 2 çıxsam nə qalacaq? 34. Bir daha da qayıtdım uşaqlar buradan dövrə, növbəti dövrə, üçüncü dövrüm başladı. Deyir 34, qoy belə xətt deyim, 34 böyükdürmü 30-dan? Hə, hə dediyi üçün keçdim hə qoluna. O zaman gəldim aşağıya. Aşağı gələndə deyir A bərabərdir, 4A üstə gələ 2. A 10 idi, 4-ü də 10-a vuranda eləyəcək 40, üstünə də 2 gəlsəm eləyəcək 42. Bura kimi aydındır? Uşaqlar, bura kimi aydındır? Aydındır, aydındır Əla. müəllim. Aydın. 42. Gəldim bax A artıq oldu 42. Ox məni düşürtdü bax buradan aşağıya. Deyir x böyükdür 10-dan. X-im neçədir? X-im bax 34 al. 34. Deyir 34 böyükdür 10-dan. 30. Hə, hə, yox. Həyə düşür. Hə, oradan aşağı. hə dediyi üçün keçdim bax bu hə qoluna. Hə qoluna keçəndə gəlin qələmin rəngini dəyişin buradan. Hə qoluna keçəndə mən gəldim artıq modifikasiyalı alqoritmə. Yəni bura gəldim. Deyir i alıb 3-dən 9-a qədər 2 addımla. Yaptım. i alıb hansı qiymətləri qoy buradan belə xətt deyim. Aha. i alıb uşaqlar. 3, 3-ü, 5, 3-ün üstünə 2 gəldim 5, 7 və 9-u. 4 dəfə deməli dövrə girəcəm. i-nin 3 dəyərini götürdüm, düşdüm aşağıya. O zaman deyir ki, A bərabərdir. A çıxılsın idi o. A 42-dir. 42-dən i 3 çıxanda qalacaq 39. Təkrar dövrə qayıtdım bir daha. i-nin 5 dəyərini götürdüm. O zaman deyir ki, A çıxılsın i. A 39 idi, i də 5-dir. i axı ən son 5 aldıq. 39-dan 5 çıxanda qaldı 34. Bir daha da qayıtdım dövrə. i 7-dir. Deyir ki, A çıxılsın i. A 34 idi. 7 çıxanda qalır neçə? 27.
Bir daha da qayıtdım dövrə. İ'nin 9 dəyəri deyir A çıxılsın İ 27-dən 9 çıxanda qalır neçə? 27-dən 9 çıxanda 18 qalır. Hə uşaqlar, yoxsa 16? Neçə qalır?